Dadını bildikdən sonra əsla unutmayacağınız cheesecake resepti təqdim edirəm. Peçenya və qoz ləpəsini rondoda əzdikdən sonra üzərinə otaq istiliyində yağ əlavə edib qarışdırıram. Diametri 22 sm olan formaya göstərdiyim kimi hamarladıqdan sonra öncədən isidilmiş 180 dərəcədə 30 dəqiqə bişirirəm. Kəsmikli pendirin üzərinə xamar, şəkər pudrası, qaymaq, yumurta və qarğıdalı nişastası əlavə edib blenderlə yaxşı qarışdırıram. Hazırlanmış kütləni formaya yığıb, yenidən 30 dəqiqə 150 dərəcədə yanında başqa qabda su olmaqla bişirirəm. Sobadan götürdükdə cheesecake bir qədər yumuşaq olur, amma bir gün soyuducuda saxlayıb sonra kəsirəm. Mükəmməldir. Mütləq hazırlayıb dadına baxın. Növbəti videolarda görüşənə kimi hələlik.